Salam, salamlayıram hər birinizi. Bu gözəl, bu günəşli, gözəl bir gündə, həm də iyunun 1 Uşaqlar Bayramında və buradan bütün uşaqları və anaları təbrik edirəm. Çünki analar övladlarıyla birlikdə böyüyür deyə düşünürəm. Hər biriniz övladlarınızın ən gözəl, ən şirin günlərini hər zaman görəsiniz və hər zaman da o gözəl balalar gözəllik içində, sevgi içində böyüsün, xoşbəxtlik içində böyüsün. Mən sizə bugün nə göstərəcəm? Mən sizə bugün deyəcəksiniz ki, bu su nədir? Birazca da çirklidir. Bu yumurtanı qaynatdığım sudur. Kənd yumurtası idi və üstündə biraz torpaqları, palçıqları var idi. Yəqin ki, hindən götürmüşlər və elə idi. Yəni mən də onu yumadım çünki qabıqla atdım, qaynadı və suyunu götürdüm. Bu suyu nə edəcəm? Bu su bugün qısa bir video hazırlamaq istədim. Məlumatlandırıcı. Qaynatdığım yumurtanın suyunu mən hər zaman bitkilərimə tökürəm. Bu suyu bitkilərimə tökəcəm əlbəttə ki. Və çox faydalıdır. Bütün ev bitkiləri olsun, ev çiçəkləri, göyərtiləriniz, ağac, fərqi yoxdur, nə olur olsun. Bitkilərinizə qaynatdığınız yumurtanın suyunu gözləyin, biraz soyusun, artıq yaxşıdır, soyuyub, ilıqdır. Mən 2 dənə yumurta qaynatmışdım. Ona görə qarışdırmayacağım əlavə suyla. Amma siz ola bilər ki, misal üçün salat hazırlayırsınız ya böyük ailəsiz, bir 10 dənə yumurta qaynadırsınız. Onu bir balaca başqa bir suyla da, yəni adi bir suyla da biraz qarışdırıb tutalım. Nə qədər suyunuz varsa onun yarısı qədər də elə belə adi boş su qarışdırıb ona çoxaldıb bitkilərinizi sulaya bilərsiniz. Mən bunu bütün bitkilərimə rahatlıqla verəcəm. Çünki qaynamış yumurtanın suyu yəni təhlükəsiz və çox rahatdır. Həm də 2 dənə yumurta olduğuna görə dediyim kimi qarışdırmıram başqa bir suyla. Bu da nədir? Bunu da sizə göstərim. Bu mənim tülpanımdır. Sarı rəngdə tülpanım var idi. Hardasa videolarda bir neçə video əvvəldə var. Bu quruyub. Mən bunun gözləyirəm tam qurusun, artıq sulamıram. Tam qurusun. Bunu çıxardacağım və bir neçə müddət sulamayacağım torpağını. Bunu da sizə məlumat olsun deyə paylaşıram. Əgər varınızdısa, siz də torpağını sulamayın bir neçə müddət. Tam torpağın altında qurusun toxum, soğanağı. Və ondan sonra onu torpağın altından çıxardacağım. Qurudacağım təmiz qabın içində, kağız qutunun içində. Quru bir yerdə saxlayacağım. Hardasa noyabr, dekabr ayında əkəcəm. Bugünlük bu qədər. Siz də yumurtalarınızın suyunu, qaynatdığınız yumurtalarınızın suyunu bitkilərinizə verin. Fərqi yoxdur. Mağazin yumurtası da qaynadanda mən onu verirəm bitkilərə. Çünki onda da azdan çoxdan hər nə olsa var. Kənd yumurtası lap əladır. Təşəkkür edirəm məni izlədiyiniz üçün. Məni izləməyə davam edin. Sağ olun.